Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan çevirə dairə mövzusundan olan 54-cü sualın izahına baxacağıq. Videonu çəkərkən vaxtımız çox getməsin deyə mən şəkili öncədən biraz böyük formada çəkdim ki, buradakı göstərəcəyimiz qeydlər daha geniş formada olsun, daha rahat, aydın görünsün. Demək, burada sinusun tərifini mən bu bucağı onu bizə verdiyi hansı ki APK bucağın alfa ilə işarə eləmişəm. Sinusun tərifində, yəni demək bizə deyək ki, sinus alfa bərabərdir 0,7 deyir və biz də bunu 10,7 kimi yaza bilərik. Biz tərifdən görünür ki, burada biz belə deyək də düzbucaqlı üçbucaq mütləq yaratmalıyıq. Yəni oradakı nisbətləri tam aydın şəkildə görməyimiz üçün baxın, burada belə bir düzbucaqlı üçbucaq yaradırıq. Bura bir tərifi ilə işarə eləyək. Bu tərifə görə, yəni sinusun tərifinə görə onda PK məsafəsini məsələn 7K kimi işarə eləsək, onda PK məsafəsi olacağına qədər 10K kimi. Və bu nöqtəni də bizə öncədən demişdi ki, medianların kəsişmə nöqtəsidir. Biz də bilirik ki, medianlar təpə nöqtədən başlayaraq 2/1 nisbətində bölünür. Deməli, bura onda 14K olur. Bəli, bu lazım olmayacaq onsuz da bizə. Deməli, bura nə qədərdir? Bu da 7K-dır. Bu məsafədə 7K-dır. Və şərtdə bizə deyir ki, KM, bir də KP-nin cəmi nə qədərdir? 48. Biz o deyilənləri burada qeyd elə bu cəmə baxsaq, KM, yəni nə qədərdir? 7K plus KN-imiz, o da 7K plus, deməli, KP-imiz nə qədərdir? 10K-dır. Bu cəm deyir nə qədərdir? 48. Burası olur 24K bərabərdir 48 və buradan K bərabərdir 2 alırıq. Və bizdən nəyi soruşuruq? Xaricə çəkilmiş çevrənin radiusunu. Biz bu üçbucağın belə deyək, medianla hündürlüyünü bərabər olduğundan fərqi yoxdur. Məsələn, hündürlük onda nəyə bərabər olacaq? Yəni 7K plus 14K, o da bərabər olur nə qədər? 21K olur, o da olacaq 42. Tamam, və bilirik ki, biz xarici çəkilmiş çevrənin radiusu hündürlüyün 3/2 hissəsi qədər olur. Yəni, vurulsan 42, o da bərabər olacaq nə qədər? 28 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.